Qabiliyyət imtahanı tələb etməyən universitetlər. Bəli, sən dizayn ixtisasında heç bir qabiliyyət imtahanı vermədən tələbə adını qazana bilərsən. Yəni sadaladığım bu universitetlərdə. Yəni uşaqlar, mən doğrusu UNIK-i bilirdim. Bir də Kaspi Universitetini bilirdim. Qabiliyyət imtahanı tələb etmir və dizayn ixtisası da dövrümüzün ən belə sambanlıq ixtisaslarından biridir. Əgər 5-ci qrupa hazırlaşırsansa, bu dizayn ixtisası olmalıdır. Hər kəs deyir dizayn. Mən özüm də bir vaxtlar dizayna hazırlaşmışam. Sonra da isə təsvir sənət müəllimliyi oxumuşam və hal-hazırda da təsvir sənət ixtisasının magistrini oxuyuram və belə peşman da deyiləm də. Yəni təsvir sənət burada DTS də ola bilər, heykəltaraşlıq da ola bilər, qrafika da ola bilər. Hər bir ixtisasın öz çətinliyi var və dizaynda bunların ən çox seçiləni deyim, ən çox bəyəniləni budur. Amma hər kəs də bu işdə uğurlu olmur. Yəni hər ixtisası oxuyanda o işin peşəkarlığına çevrilmir. Əgər sən üzərində işləyirsənsə, universitetindən fərq etmir. Hansı universitetdə oxuyursan, oxu. Əgər sən Azərbaycanda öz üzərində işləmirsənsə, qabağa getməyəcəksən. Və sadalayaq universitetləri. Deməli, Qərbi Kaspi Universiteti dizayn ixtisası 190 bal, xarici dildə isə, yəni ingilis dilində 198 bal. Yəni bir sözlə, əgər sən qabiliyyət imtahanı verməyəcəksənsə, bu ballar 190-dan yuxarı olacaq. Əgər qabiliyyət imtahanı tələb edənlərə girsən, 150 falan bu aralığında olacaq. Yəni təsvir sənətin özündə də, dizaynın özündə də, qrafikanın da biraz ballar nisbətən qabiliyyətsizlərə əsasən baş aşağı olur. Yəni belə. Bir də Bakı Mühəndislik Universitetində də var dizayn ixtisası. Burada dizayn ixtisası, geyim, interyer hamısı bir yerdə gedir uşaqlar. Mənə hər dəfə ayrıca sual verirlər ki, müəllimə, dizayn ixtisasında mən moda dizayna hazırlaşıram, nədən imtahan verərəm? Əlbəttə ki, antik baş. Hamısı antik başdan. Dizayn gördünüz uşaqlar sözünü, antik başdan imtahan verirsiniz. Təsvir sənət müəllimliyi, fəza fiqurlarında imtahan verirsən. Nə bilim, təsvir sənətin kollecinə versən 2 cür imtahan olur. Naturmortun komponovkası ilə, yəni iştiqləyərək, yəni onun imtahanı. İkincisində isə naturadan akvarel texnikası ilə işlənməsidir. Yəni sadaladım, DTS-in özü, DTS-də birinci mərhələdə antik baş şəkil olur. Əgər keçdinsə, naturmortun qurulması akvarel texnikası ilə işlənilməsidir. Ümumiyyətlə, naturmort işləyirsən bir sözlə. Yəni bunlar hər birinə ayrı-ayrı imtahanlar məxsusdur. Amma bu dediklərim qabiliyyət imtahanı tələb etmir. Qərbi Kaspini dedik yəqin. Azərbaycan Texnologiya Universiteti Gəncə şəhərində uşaqlar yerləşir. Dizayn ixtisasında isə 175. Və uşaqlar, baxın, yəni mən sizin üçün qeydlər aparır. Onları oxuyuram da elə. Sonra Bakı Mühəndislik Universiteti isə 192. Ödənişsiz isə 241 bal. Amma xarici dilindən, yəni ingilis dili, tədrisi ingilis dili olanda isə 225, ödənişsiz isə yenə 241. Görürsünüz balları, yəni qabiliyyət imtahanı avtomatik çəkiləndə ballar da avtomatik yüksəlir. Ya belə olur, qabiliyyət imtahanı uşaq gedir, balı yüksəkdir, amma antik baş heykəli işləyəndə kəsilir. Belə hallarda olur, yəni biraz vəziyyət acınacaqlıdır. Azərbaycan Universiteti bu adanın tərkibindədir yəqin. Dizayn ixtisası 237. Xarici dildə isə təhsil 187. Biz həmişə burada əksinə olur. Bunlarda niyə belədir? Naxçıvan Dövlət Universiteti dizayn 181. Məncə indi sadaladıqlarımızda ən aşağısı Naxçıvandır. Məncə Naxçıvan niyə elədir? Çünki biraz uzaqdır deyə tələbələrin yəni seçim şeyinə görə. Məsələn, mən özüm də aşağı bal yığmışdım, Naxçıvana düşmüşdüm. Demirəm, mən Naxçıvan aşağı uzaqdır da, yəni çox da ən çox harda ballar yüksək olur. Şəhərin özündə ballar daha yüksək olur. Yəni bunlardan biri Bakıda olan universitetlərin keçid balları daha yüksək olur. Bir də ki, dizayn ixtisası üzrə Azərbaycan Dövlət Aqrar Universiteti, bu da Gəncə şəhərində yerləşir. 188. Naxçıvan neçə idi? 181. Dedim kimi, Naxçıvan ən aşağısı 181 baldır dizayn. Bir də Xəzər Universiteti isə 191. Təhsili isə ingilis dili 205, ödənişsiz isə 243 bal. Yəni belə uşaqlar, ümid edirəm ki, faydalı bir video olmuşdur. Siz özünüz axtarın, baxın. Əgər bir qısa müddət qalıb da, yəni yaya nə qalıb ki, yayda olur qabiliyyət imtahanları, iyunun axırı, iyullar ərəfələrində, iyun-il aralığında olur. Və bunu deyim ki, burada həm kollec olur, qabiliyyət imtahanları, həm də universitetlərdə olur. Yəni, uğurlar hər birinizə maksimum dərəcədə kömək etməyə çalışıram. Kanalda da zaten videolarımız mövcuddur. Playlistə, kanalın playlistinə daxil olaraq antik başın hər bir
heykəlini işləmişəm. Avqustundan tutmuş, Qatemelatından tutmuş, Venera və Dianasına qədər hər birini işləmişəm. Akvarel texnikasına, yəni naturmort çox az işləmişəm. Çalışacağam onlarla da bağlı video siz üçün çəkim. Bir də antik başla bağlı bir-iki dənə də sadə video çəkəcəm ki, siz baxanda həm məndən bir yerdə işləmiş olun, həm də çalışmış olun. İnşallah çalışın. İnşallah yaxşı olar. Hər birinizdə bol-bol uğurlar. Mən də bir müəlliməniz olaraq onlayn formada sizə kömək etməyə çalışacağam. Məndə yenə sual verirlər ki, müəllimə, siz onlayn dərs keçirsinizmi? Xeyr uşaqlar. Onlayn dərsimiz YouTube-dan bu formadadır. O da ödənişsiz formada. Sadəcə bir like-ınızla motivasiya alaraq daimi formada atıram, çəkməyə çalışıram, çatdırmaya çalışıram. Çünki mən özüm də bir magistrantam və mən bu illərdə yekunlaşdırıram. Amma çalışacağam ki, YouTube-a davamlı formada video atım, vlog atım, qabiliyyət imtahanına bağlı video atım. Həm öyrədək, həm öyrənək, həm də əylənək bir sözlə. Yəni, nə sualınız oldu qabiliyyət imtahanından şərh bölməsində yazın, kommentlərdə bildirin. Bilənlər cavablandıracaq və ən əsası mən də baxacağam. Hər birinizi çox sevirəm. Çəkməyə, yaratmaya, istəməyə, həyata doğru tutulmağa davam edin. Çünki tələbə adını qazanma. Sən əsas bu həyatda daim vuruşmağı, öyrənməyi, çabalamağı, yəni əlindən gələni etməyi öyrən. Yəni, hər bir qabiliyyət imtahanında da keçdin, keçmədin, şans doludur. Yəni, ötən illərə nisbətən bu illəri rəqabət çox ola bilər, amma bu əsas rəqabət insanın özünəndir. Bilmədim, videonun əvvəlində demədim. Dizayn ixtisasında bilirsiniz ki, qabiliyyət imtahanı antik baş heykəl olur. Və uşaqlar mənə sual verir, müəllimə, mən moda dizaynı oxuyuram, mən nədən imtahan verəcəm? Uşaqlar, moda oxu, interior dizaynı oxu, sonra qrafik oxu. Fərq etmir. Hər biriniz antik baş heykəl verəcəksiniz. Yəni, ondan imtahan verəcəksiniz, heykəl ümumiyyətlə. Təsvir sənət müəllimliyi ixtisasında oxumaq istəyib və qabiliyyət imtahanında iştirak etmək istəyən uşaqlar isə, tələbələr, abituriyentlər isə yəni fəza fiqurlarına verəcəklər. Fəza fiqurlar bilirsiniz də, kürədir, konusdur, kubdur, alt bucaqlı, 8 bucaqlı bunlardan olacaq. Amma kolleclərdə fərqli olur. Artıq kolleclərdə naturmortdur. Naturmortun ştrixlənməsi, tonlanması. İkinci mərhələsi isə akvarel texnikası ilə işlənməsi, tonlanmasıdır. Yəni akvarellə. Yəni DTS-in özündə də bilirsiniz, antik baş heykəl olur, 2 mərhələli imtahan olur. İkinci imtahanda isə əlbəttə ki, naturmortdur, akvarel texnikasını işləyirsiniz. Qrafik ixtisasında isə yenə də rəsm və rəngkarlıq olaraq insan anatomiyasında işləyirlər. Yəni bir naturadan qalır bir hər hansı bir insan, onu canlı formada işləyirsiniz. Yəni başdan ayağa komponka edirsiniz. A2 formatda, ölçülərdə A2, yəni böyük bir vatman A1-in tən ortadan bölünməsi ilə 60-ın 40-a ölçüləri olur təqribən. Hər birinizə uğurlar. Yəni imtahan deyəndə adam səsi kəsilir. Amma səsiniz kəsilməsin. Daim çalış, daim əlindən gələn ən yaxşısını et. Çünki sən bir incəsənət insanısan.